Yəni Şah İsmailin fəxr elədiyi, özünün varis gördüyü babası Uzun Həsən Bayandur Sünni olub. Şah İsmailin baş vəziri, vəzir Azərbaycanın açarı ləqəbini verib. Azərbaycan açarı ləqəbini verib. Əmir Zəkəriyyə Göçəçi adlı bir sünni alim olub Hənəfi məzhəbindən. Daha sonra Şah İsmailin indiki təbircə desək mədəniyyət naziri Şeyx Kəmaləddin Behzad sünni olub, Özbəkistanlı olub, Hənəfi məzhəb sünni olub. Şah İsmail öz qızın, doğma qızın Sünni Şirvanşaha verib. Sünni Şirvanşahdan qız alıb. Şah İsmailin 2 dənə müttəfiqi olur tarixdə. Biri Baburşahdır, sünnidir. Bir də Misir Məmlük Sultanı, ikisi də sünnidir. Yəni qardaş, vallahi nə bilim,